Salam dostlar, sizinlə Tkaçenko Aleksandr danışır. Sizin üçün möhtəşəm xəbərlərim var. Bugün Royal Hook servisi geniş miqyaslı reklam kampanyasına start verib. Bu ilk gündür. Və artıq servisin ozu tərəfindən ilk transferlər gəlib. Yəni, baxın, biz xətti marketinqə daxil oluruq, kursoru gətiririk. Və baxın, ildirim işarəsinə kursoru gətirəndə servisdən gələn transferi görmək olur. Yəni, harada belə ildirim işarələrini görürüksə, bu insanlar bizim şəxsi referal linkimizlə gəlməyiblər. Məhz servisin reklamı vasitəsilə gəliblər və onlar platina tarifinə sahib olan hər kəsə paylanır. Yəni, məndə platina tarifi var, baxa bilərsiniz. Platina. Və uyğun olaraq kimdə platina varsa, indi belə transferlər gedir. Yəni, bu insanlar birbaşa birinci xəttə düşür. Sadəcə matrisaya transfer deyir, məhz birinci xəttə. Və uyğun olaraq, burada bir nəfər, məsələn, paket, tarif, biznes yer alanda, biz həm matrisada, həm də xətti marketinqdə qazanırıq. Yəni, bu çox əladır. Sadəcə matrisadan gələn transferdən qat-qat çoxdur. Və uyğun olaraq, harada ki belə bir ildirim işarəsi görmürük, onlar artıq birbaşa bizim referal linkimizlə keçən insanlardır. Harada ki belə bir ildirim işarəsi var, bu birbaşa qeydiyyatdan keçən insanlardır. Onlar bizim referal linkimizlə deyil, amma yenə də birinci xəttimizə düşüblər. Çünki servis özü bu insanları aramızda platina üzvləri arasında boluşdurub. Və uyğun olaraq baxa bilərik ki, Telegram botda belə mesajlar gəlir. Və burada görürük. Servis referali birinci xəttinizə qeydiyyatdan keçdi və e-mail. Və beləliklə 1, 2, 3, 4, 5. İnsan artıq 1 saatdan az müddətdə qeydiyyatdan keçib, yəni burada görürük 9:21, 12:01 qeydiyyat, 21:19, 21:25, 20:09, 21:40. Artıq bu qədər qeydiyyat bas verib, hələ indi başlayıb. Təxminən 1 saat ya da 2 saat əvvəl xəbər çıxdı ki, artıq bu funksiyanı işə salıblar. Artıq ilk reklamı başladılar. Və artıq belə nəticələr var dostlar. Ona görə də mütləq şəkildə, əgər sizdə Telegram yoxdursa və ya Royal Hook servisinin profilində Telegram bot bağlı deyilsə, mütləq bunu edin. Profilinizi doldurun, o saytınıza daxil olun, komanda bölməsinə, sonra isə xətti marketinq bölməsinə keçin. Bax, bu xətti strukturdur. Bəli, baxın, sadəcə sizdə görünməyə başlayacaq. Bax, belə-belə. Qeydiyyatlar, bəli, yəni siz artıq birinci xəttinizdə insanları görəcəksiniz. Təbii ki, yalnız platinum tarifə sahib olanlar. Yəni, uc biznes yeri olanlar, 1 biznes yeri, 2 biznes yeri olanlar isə sayılmır. Uc biznes yeri, məhz aktiv biznes yerləri. Yəni, sizdə uzadılanlar. Bəli, yəni məhz aktiv olmalıdır biznes yeri. Yəni, burada sizdə belə qeydiyyatlar spillover-la gəlir. Yəni, əgər sizdə alis olubsa, uz biznes yeri olubsa, platinum olubsa, məsələn, amma bir biznes yeri ödənilməyibsə, daha dəqiq desək, abunə haqqı uzadılmayıbsa, müvafiq olaraq bu artıq platinum olmayacaq və sizdə belə spillover olmayacaq. Ona görə də mütləq şəkildə abunə haqqına nəzarət edin, vaxtında ödeyin. Çünki bu məqamı unutsanız, sadəcə olaraq sizə spillover ilə gəlməli olan gəliri ala bilməyə bilərsiniz dostlar. Xəbərlər möhtəşəmdir və şirkət servis nə vəd edirsə, hamısını yerinə yetirir. Məhz bugün 25 iyun 25 mayda rəsmi start oldu. Bildirilmişdi ki, yaxın zamanda yol xəritəsinə əsasən reklam verənlər bölməsi üçün süni intellekt istifadəyə veriləcək. Və müvafiq olaraq, bu geniş miqyaslı reklam kampaniyası spillover prosesi ilə bağlı düz bir ay ərzində günbəgün bunların hamısını həyata keçirdilər. Elə 2 gün əvvəl süni intellekt həm banner reklamında, həm də kontekstual reklamda istifadəyə verildi və artıq tətbiq olunub. Hər şey avtomatik olaraq generasiya edir, reklam kampaniyasını cəmi bir necə kliklə baslatmaq olur, yəni bu həqiqətən də əladır. Və bugün 25-dir. Reklam kampaniyası isə salınıb və artıq birbaşa servisdən birinci xəttə spilloverlər alırıq. Bunu matrisdəki spilloverlərlə qarışdırmaq lazım deyil. Yəni matrisdə partnyorlar bir-birinə spillover edirlər. Müvafiq olaraq matrisdə bir nəfəri sola yerləşdirə bilərsiniz. Biznes yeri 1, sağa və salam. 3-cü, 4-cü və sonraki partnyorları isə yalnız öz partnyorlarınızın altına yerləşdirə bilərsiniz. Yəni burada artıq partnyorların partnyorları spillover edir. Servis bunu etmezdir.
Amma indi artıq servis ozu reklam kampaniyasını isə çalmağa başlayıb. Və artıq servis ozu bizə spilloverləri birbaşa səksi kabinetə, birbaşa birinci xəttdə edir. Bu həqiqətən də çox əladır. Bu o deməkdir ki, servisdə daha çox insan olacaq. Yəni platinada olanlar daha çox qazanacaqlar. Platinada olmayan, amma biznes yerləri olanlar da çox güman ki, daha çox spillover alacaqlar. Çünki onlar yuxarıdakı partnyorlardan, platinalardan, yəni platin statusu olanlardan daha çox spillover alacaqlar. Çünki onlara spillover birbaşa servisdən gəlir. Təbii ki, buraya qazanc üçün gələn insanlar üçün daha çox reklam olacaq. Reklama izləmək üçün tapşırıqların əlavə olunması. Yəni hər tərəfdən yalnız üstünlüklər var dostlar. Ona görə də bu çox əla xəbərdir və servis nə vəd edirsə, hamısını yerinə yetirir. Bu da sevindiricidir. Bəli, yəni bu həqiqətən də möhtəşəmdir. Hamınıza böyük qazanc, böyük komandalar, böyük spilloverlər, böyük nəticələr arzulayıram dostlar. Görüşənədək. Növbəti videoda.